İşğaldan azad edilən ərazilərdə Ermənistanın mina terroru davam edir. Son bir həftə ərzində daha 2 mina hadisəsi Cəbrayıl və Ağdərədə baş verib. Nəticədə 2 nəfər xəsarət alıb. Bütün bunlar bir daha onu göstərir ki, Ermənistan mina xəritələrini məqsədli şəkildə gizlədir. Bəs beynəlxalq ictimaiyyət niyə bu terrora səssiz qalır? Ermənistanın mina terroruna beynəlxalq ictimaiyyətin səssiz qalması günahsız insanların həyat və sağlamlığına qəsd etməklə bərabər fundamental insan hüquq və azadlıqlarının pozulmasına da səbəb olur. Yanvarda Cəbrayıl rayonunun Mehdili kənd ərazisində humanitar mina təmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 41 yaşlı Rəşad Məmmədov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşüb. Ötən gün isə Ağdərə rayonunun Qızıloba kənd ərazisində 38 yaşlı Elvin Kərimov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb. Görünən odur ki, Ermənistanın davam edən mina terroru nəticəsində günahsız insanlar həyat və sağlamlıqlarını itirməkdədir. Baş verən partlayışlar bir daha göstərdi ki, Ermənistanın minaladığı ərazilər terror siyasətinin davamıdır. Millət vəkili Bəhruz Məhərrəmov deyir ki, beynəlxalq təşkilatlar insan hüquqlarını müdafiə etdiyini iddia edən qurumlar bu təhlükəyə göz yumur. Ermənistanın minalanmış ərazilərin xəritəsini gizlətməsi faktı qarşısında real təzyiq görsənmir. Nəticədə mina partlayır, günahsız insanlar xəsarət alır, amma məsuliyyət daşıyanlar cəzasız qalır. Nəzərə alaq ki, Qarabağ və Şərqi Zəngəzur ərazicə BMT-yə üzv olan 70 dövlətdən daha böyük bir torpaqları əhatələyir. Bu mənada təbii ki, qarşıda bizim ciddi işlərimiz var. İndiki məqamda beynəlxalq təsisatların onlara olan inamın bərpa etməsi üçün heç olmasa bu prosesdə Azərbaycanın yanında dayanmaları və mina əleyhinə hansısa bəyanatlardan daha çox real addımlara, praktik addımlara keçməsini gözləyirik. Qeyd edək ki, Vətən müharibəsindən sonra mülki şəxslərdən minaya düşməsi ilə 56 nəfər həlak olub, 168 nəfər xəsarət alıb. Hərbiçilərdən 15 nəfər həlak olub, 178 nəfər xəsarət alıb. Cəmi zərər çəkənlərin sayı isə 417 nəfərdir. Onlardan 71 nəfər həlak olub, 346 nəfər isə xəsarət alıb. Fidan Səfər, Zəhrə Bayruz qızı, SpaceX xəbər.